öz qohumlarının, qonşularının dəvətçisisən, sənin qonşularını, qohumlarını tanımıram, mən gəlib heç vaxt dəvət edə bilmərəm. Nə də ki, onlar nə vaxtsa açıb mənim YouTube'da dərslərimə qulaq asmayacaqlar ki, orada nəyisə görürsünlər, nəyisə faydalansınlar. Sən məni dinləyən, mənə qulaq asan, dərslərə YouTube'da baxan, sən çatdırmalısan öz qohumva, qonşuva. İslam belə yayılmalıdır. Peyğəmbər sallallahu əleyhi və səlləm tək bu ümmətə dini yaymır. Muaz radiyallahu anhu o tərəfə göndərərdi. İbn Ömər radiyallahu anhu bu tərəfə göndərərdi. Dəvət üçün yayılardılar. Özü bir adam hər bir yerə gelib çata bilməz. Ona görə dəvət eləmək hər bir kəsin, hər bir müsəlman kişi və qadının borcudur. Ən gözəl dəvət də əxlaqdır, qardaşlar. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində buyurur ki, müsəlman namazı ilə, orucu ilə çatmadığı yerlərə əxlaqı yaslar. Bu dində bütün gözəl əxlaqlar var. Əl-kəlimetut tayyibatu sadaqa. Gözəl söz sədaqədir. Nə sənə mane olur ki, bir müsəlmana yoldan keçən cahil olsa belə gözəl söz deyəsən, İslam'a dəvət eləmək üçün.